Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edərkən mərkəzdən qanunsuz tapşırıqların verilməsinə son qoyulduğunu bildirməsi ölkənin yerli idarəetmə sistemi üçün mühüm siqnal hesab edilə bilər. Siyasi məsələlər üzrə ekspert Tamilla Qulami bunu Today Press TV-yə açıqlamasında deyib. O qeyd edib ki, bundan əvvəl də bu tipli xəbərdarlıqlar verilsə də məhz mərkəzdən qanunsuz tapşırıqlar ifadəsi səslənməmişdi. Stat: Ümid edirəm ki, ölkə başçısının bu xəbərdarlıq bəyanatı bölgələrdə həm idarəetmə mədəniyyətinə, həm də məmur-vətəndaş münasibətlərinə təsir göstərəcək. Buna qədər mərkəzi qurumlardakı bəzi məmurların şəxsi maraqlar əsasında rayon rəhbərlərinə qanunsuz göstərişlər verməsi korrupsiya və rüşvətxorluq risklərinə rəvac verir, yerli qərarların qəbul edilməsinə demək olar ki, imkan yaratmır və resursların əhali arasında ədalətli bölüşdürülməsinə mane olurdu. Düşünürəm ki, bu təcrübənin dayandırılması bir neçə nəticə ortaya çıxaracaq. Belə ki, məsuliyyətini dərk edən yerli rəhbərlərin öhdəliklərinin artması, yəni öz fəaliyyətlərinə görə birbaşa cavabdehlik daşımaları və müstəqil qərar verən, təşəbbüskar, xalqa xidmət edən məmur rolunu yerinə yetirmələri tələb olunur. Statın sonu. Siyasətçinin fikrincə, bu fəaliyyət baş tutacağı və davam edəcəyi təqdirdə korrupsiya və rüşvət kanallarının daralması, qanunsuz göstərişlərin aradan qalxması, örüş və suvarma torpaqlarından tutmuş tikinti və resurs bölgüsünə qədər bir çox sahədə sui-istifadə imkanlarının azalacağına ümid etmək olar. Stat: Yeni icra başçılarına xalqa xidmət etməlisiniz tapşırığının verilməsi əhali ilə ünsiyyətin və problemlərə operativ reaksiyanın yaxşılaşmasına gətirib çıxarmalıdır. Əks təqdirdə düşünürəm ki, məhkəmələr tərəfindən bu istiqamətdə qərarlar verilməli, xalqa xidmət etməyən məmurlar layiqli şəkildə cəzalandırılmalı və digər məmurlar üçün də president yaradılmalıdır. Əsas olan budur ki, məmurların fəaliyyətində dəyişikliklərin uzunmüddətli və real təsiri yalnız davamlı nəzarət, şəffaflıq və idarəetmədə struktur islahatları ilə möhkəmlənə bilər. Statın sonu. Qeyd edək ki, noyabrın 12-sində Prezident İlham Əliyev Naxçıvanda prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib. Ölkə başçısı çıxışı zamanı bildirib ki, əvvəl mərkəzdən qanunsuz tapşırıqlar verilirdi. İndi isə buna son qoyulub. Qiymət Mahir Namiq Abbasov, Today Press TV.